Herkese salam. Bu mənim ilk YouTube videomdur. Əslində kanalımın description hissəsinə də baxsanız, mən müəllim deyiləm, sadəcə bir tələbəyəm və özümə məqsəd olaraq müəyyən bir müddətdə deadline yoxdur, Android proqramlaşdırmanı öyrənməyi qoymuşam və istədim bu maratonda YouTube videoları çəkim. Çünki həm Azərbaycan dilində bu kontentdə videolar azdır, hətta heç demək olar yoxdur. Həm də mənim üçün də maraqlı bir challenge olar. Başlayaq. Birinci sadə, yəni hər bir proqramlaşdırma dilini öyrənəndə ilk olaraq nə edirik? Hello World yazısını ekrana çıxardırıq. Bunun üçün də Kotlin-də println istifadə olunur. Println vasitəsilə mötərizənin içərisinə yazdığımız ifadəni ekrana çıxarda bilərik. Məsələn, burada mən Hello World yazıram. Nida. Okay. Beləliklə, biraz Kotlin-də 2 dəfə run eləyəndə gec run olur. Bunun üçün biraz gözləməliyik. Və Hello World sözünü ekrana çıxardırıq. Bu da bizim ilk kodumuzdur, ilk yazdığımız koddur. Bundan sonra isə yazımız ekrana çıxdı. Bundan sonra isə keçmək istəyirəm. Hər bir hissəyə kiçik videolar ayırmaq istəyirəm ki, izləyənlərə də ürəyi sıxılmasın. İndi isə keçmək istəyirəm mən dəyişənlərdən danışmağa. Niyə dəyişənlərdən danışmağa? Çünki bildiyimiz kimi, məsələn, biz bir kod yazsaq, istədiyimiz bir şey yazsaq Kotlin-də, bu zaman biz məsələn, məsələ verilsə, belə fikrimi çatdırım sizə, desə ki, atanın yaşı 25-dir. Bu zaman atanın yaşının 25 olduğunu biz koda mənimsətməliyik və bunun üçün də bizə dəyişənlər lazımdır, variableslar lazımdır ki, hansı dəyişənlərlə biz koda bunu göstərək. Məsələn, gəlin adi dediyimiz kimi yazaq. Bu arada çalışın ki, kod yazarkən həmişə ingilis dilli ifadələrdən istifadə edin. Məsələn, yazdım atanın yaşı 25-dir. Gördüyünüz kimi error verir, çünki o formada yazmaq olmaz. Kotlin-də bunu 2 formada yazmaq olar. Var formasında. Bu arada Kotlin-də digər C dili kimi, məsələn, nöqtə vergül yoxdur. Belə də yaza bilərik. Ya da məsələn, olğun yaş olsun. Bu arada gördüyünüz kimi adı eyni yazsam, belə bir yazılış yazsam, altlarını qızardır. Çünki eyni olmaz adlar. Hətta Edson səhv yazdım. Age bir yazaq deyəsən, oğul sözünü ingiliscə səhv yazdım. Belə. Yəni adlar eyni olmalıdır. Var və val. 2 cür yazdım. Və indi sizdə burada sual yaranacaq ki, varla valın fərqi nədir? Mən də onu izah edeyim. Məsələn, var age bərabər 25 yazdıq və məsələn, yerdə qalan hissəsində deyirik ki, atanın 3 il sonraki yaşı artıq 28-dir. Bu zaman age rahatlıqla 28-ə dəyişə bilirəm. Amma valda, məsələn, desək ki, oğlun 3 il sonraki yaşı 19-dur, gördüyünüz kimi error verir. Deməli, valla varın fərqi o idi ki, varda dəyişənin qiyməti dəyişə bilir, cümlə biraz qəribə oldu. Valda isə bu mümkün deyil. Mən ona görə tövsiyə edərdim ki, kodları yazan zaman vardan istifadə edin. İlk videom bu qədər. Növbəti videoda görüşərik.